Ötdü ayrılmağımızdan bu gecə 7 gecə. O xanım Zeynəb ki bir baxdı göyə, bir baxdı Kərbəlaya tərəf. Dedi ötdü ayrılmağımızdan bu gecə 7 gecə. Bir biləydin ki mənə keçdin necə 7 gecə. Sənsiz hər bir gecə misli şəbi yeldadı mənə. Hər tərəf Kərbəla, hər gün Aşuradı mənə. Necə Aşuranı mən yad eləyib ağlamayım. Necə mən dağ çəkim öz qəlbimi bəs dağlamayım. Necə mən ağlamayım, əsğərini oxladılar. Əkbərin nəşini sədparə o gün doğradılar. Sərvi boy qaməti səqqa necə doğrandı o gün. Xanım Ümmülbəninin qəlbi elə yandı o gün. Qarət etməkliyə əxyamı çox tələsdi bunlar. Üzüqdən ötürü durub barmağımı kəsdi bunlar. Rəzil idilər də. Sonda peykərlərin üstündə düşmən at çapdı. Südəmər əsqərvin nəşini axır tapdı. Göy və yer əhli sənin halına əşkin çilədi. Bacın ölsün görəsən nəşüvi kim dəfn elədi. Səndən ayrıldığım andan vay aman sındı belim. Bu nə dünyadır Hüseyn, qəbrüvə heç çatmır əlim. Necə əl çatmaz olub Kərbəla Zeynəbvə. Gör bu ümmət nələri gördü rəva Zeynəbvə. Kufənin yolları çox qəlbimə dağ çəkdi Hüseyn. Yalın ayağıma tikanlar gül əkdi Hüseyn. Mənə məzur görsəynim Şamın xəcalətini. Xanım hiss eləyib də. Der mənə məzur görsəynim Şamın xəcalətini, apara bilməsəm Mədiniyə əmanətini. Belə hiss eləyirəm Şamə o güclə çatacaq. Səmai Şamda nakam sitarə tək batacaq. Batsa da nuri onun parlayacaq ta əbədi. Çünki amil onu Allah özü nurla bələdi. Çünki amil onu Allah özü nurla bələdi.